Aleykümselam və rəhmətullahi və barakatuhu. Mövlüd etmək olar mı? Mövlüddə bişən yeməkdən necə yemək olar? Allah razı olsun. Cavab odur ki, İslam dinində bir kəlmə ilə mövlüd deyilən bir şey yoxdur. İslam dinində mövlüd yoxdur. Mövlüd bidətdir. Nə mövlüd etmək, nə mövlüddə iştirak etmək, nə də mövlüdə yaxın getmək, yemək bişirmək, bunların hamısı haramdır. Heç biri olmaz. Rasulullah sallallahu aleyhi ve sellem özünə mövlüd etməyib. Nə övladlarından kiməsə mövlüd etməyib, nə zövcələrindən kiməsə mövlüd etməyib, nə öz qohum əqrabalarından əmlərinə, dayılarına, heç bir insana Peyğəmbər s.ə.v mövlüd etməyib. 23, yəni 63 ilin içində, hansı ki 23 ili Peyğəmbərliyə daxildir. Nə də xəlifələrdən kimsə, 100 mini keçən Peyğəmbər s.ə.v sahabələrindən kimsə Peyğəmbər s.ə.və mövlüd eləməyib. Nə də mövlüd eləmək Peyğəmbər s.ə.v sevməyin əlamətlərindən deyil. Çünki əgər belə bir şey olsaydı, ən çox onu sevən, onun yolunda, hətta nəfsini belə fəda eləyən sahabələr bunu Peyğəmbər s.ə.v üçün edərdi. Nə 100 min sahabənin içindən kimsə özünə, nə yaxud da başqasına etməyib, nə tabeinlər etməyib, nə 4 məzhəbdən Əbu Hanifə, İmam Malik, İmam Şafi, Əhməd ibn Həmbəl heç bir alim mövlüdün icazəli olduğunu demir. Bunların hamısı Fatimilərdən, Fatimi hökumətindən, yəni Rafizilərdən meydana gələn bidətdir. Ona görə nə mövlüd etmək, nə mövlüdə iştirak etmək qəti şəkildə olmaz. Amma yemək məsələsinə gəldikdə isə təbii ki, o məclislərdə oturub o yemək olmaz. Lakin o yeməyin özü həddi zatında nədir onun adı? Haram olan yemək deyil. Yəni məsələ oradakı yeməklər məsələ nəcis və yaxud da zatında haram olan yeməklər qismində deyil. Sadəcə onu bişirmək, orada iştirak eləmək, mövlüdü qeyd eləmək olmaz. Məsələ tutaq ki, yemək bişirilibdir, şirniyyətdir bişirilibdir və s. kimi. Ən yaxşısı odur ki, əsla yeməyəsən, uzaq qalasan. Lakin mövlüd bitdikdən sonra yaxud da kimsə bunu bişirib göndərmiş olarsa harasa, şirniyyətləri, ondan kimsə nəyisə yersə biz ona haram yemişsən deyə belə bir etiraz edə bilmərik, bu doğru deyil. Lakin ən əfzəli nədir? Bunların hamısını tərk eləsin və əsla yeməsin.